Bəli, deməli Günel 5 uşağı olanla 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədə uyğun olardı. Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin keçirilən iclasında əmək pensiyaları haqqında qanunun müzakirəsi zamanı bildirib. Yəni, uşaqların sayına görə analar daha tez pensiyaya çıxmaq hüququ qazana bilərlər və uşaqların sayına görə uyğun olaraq pensiya yaşının azaldılması təmin edilə bilər. Bu da ana və ataların daha tez pensiyaya çıxması aspektindən vacibdir deyə millət vəkili bildirib. Bəzi valideynlər daha tez təqaüdə çıxa bilər. Daha dəqiq desək, anaların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur. Bu təklif Milli Məclisin deputatı Vüqar Bayramov tərəfindən irəli sürülüb. Onun fikrincə, təklif ondan ibarətdir ki, uşaqların sayına diferensial olaraq yanaşma olsun. Yəni, uşaqların sayı artıqsa, pensiya yaşında və ya daha tez pensiya çıxmaqla bağlı yaş, daha güzəştlər daha çox olsun. Mövcud qanunvericiliklə 6 uşağı olan ailə 5 il daha tez pensiya hüququ qazanırsa, bu halda artıq 6 uşağı olan ailə 6 il daha tez pensiya hüququ qazanmış olur. Bu baxımdan biz qanunvericiliyyətdə bu istiqamətdə dəyişikliklərin nəzərə alınması və bu istiqamətdə təkrar həyata keçirilməsini təqdim etmişik. Bu nəticə etibarilə pensiya yaşının uşaqların sayına uyğun olaraq müəyyənləşdirilməsinə və uşaqların sayı çox olan ailələrdə anaların və bir sıralarda ataların daha tez pensiya çıxmasını təmin etmiş olar. 5 və daha artıq uşağı olan ailələr pensiya yaşında güzəştə malikdir. Yəni, əgər ailədə 5 uşaq varsa, həmin ailə, daha dəqiq desək, analar 5 il daha tez təqaüdə çıxmaq imkanı əldə edir. Qadınların iş və ailə arasında balans yaratmaqda çətinlik çəkmələri, uşaqlarının tərbiyəsi də onlara əlavə qayğı olur. Digər tərəfdən iş həyatına daha çox vaxt sərf edən valideynlər ailə münasibətlərini və uşaqlarına olan diqqəti bəzən təmin etməkdə çətinlik çəkirlər. Bu təklif isə valideynlərin pensiyaya tez çıxaraq həm öz sağlamlıqlarına diqqət yetirmələrinə, həm də ailələrinə daha çox vaxt ayıra bilmələrinə şərait yaratmağı hədəfləyir. Elə bu mövzu istiqamətində şəhər sakinlərinin də fikrini öyrəndik. Hal-hazırda bilirik ki, yəni 1-2-dir, 3 az hallarda da, 4 az hallarda da elə 2 yaşdan nəzərə alınsa çox yaxşı olar. Daha erkən pensiya alsa, necə deyim, dövlətə minnətdar olarlar, çox yaxşı olar. Özümə görə deyirəm, olsun da bir uşaq. Yaşım da 55 yaşdır, ancaq ki işləyə bilmirəm. Qadınam da, vaxtında işləmişəm, indi çətinlik çox görmüşəm, indi istəyərəm ki oturum, heç olmasa pensiyanı, yarısını alım. Nə olar ki? Daha tez pensiya çıxmaq istəyirəm. Bəli, daha da tez pensiyaya çıxmaq istəyərdim. Qadınlar o qədər əziyyət çəkir. Çox yaxşı fikirdir alınsa. Amma məndə bir uşaqdır. Amma ki, onlar da onu da nəzərə alsınlar. Qadın üzərinə çox əziyyət düşür. Bir uşağına var saxlamaq, ya 2 uşağına var saxlamaq, o 3 və daha artıq daha böyük zəhmət tələb edir. İstəyərdim 45 yaşından sonra onlar təqaüdə çıxsınlar, maksimum. Sizin də neçə övladınız var? Bir dənə uşağı daha asandır. Məsələn, 2-3 yaşından sonra bağçaya da qoymaq olur. Yəni, artıq 2-ci, 3-cü uşaqdan sonra məsuliyyət daha çox olur qadınlara. Qeyd edək ki, sözgedən təklif analara şamil olunur. Atalara gəlincə isə burada bir istisna var. Əgər uşaqlar ana deyil, ata tərəfindən böyüdülübsə, o halda atalar da nəzərə alınır.